Ötən ay xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmayıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən belə bir məlumat verilib. Buna səbəblər nə olub? Detalları bağlantıda olan digər əməkdaşımız Rəqsanə İbrahimzadə bizim diqqətimizə çatdıracaq. Salam Rəqsanə, söz səndə. Salam, hər vaxtınız xeyir olsun. Bəli, elə sizin də dediyiniz kimi ötən ay, yəni sentyabr ayı boyunca xaricdə təhsil alan şəxslərdən 108-nin diplomu tanınmayıb və təbii ki, belə olan halda həmin şəxslərin diplomu tanınmadığı halda onlar burada ölkəmizdə iş tapmaqda çətinlik çəkirlər və təbii ki, ümumiyyətlə bunu şərtləndirən səbəblər nələrdir və təhsil alanlar hansı məqamlara diqqət yetirməlidir və xəbərin təfərrüatı ilə bağlı daha detallı informasiyalar ilə Təhsildə Keyfiyyət Təminat Agentliyinin İnformasiya və İnsan Resursları şöbəsinin müdiri Rövşən Nəzərovdan alacaq informasiyaları. Xoş gördük Rövşən bəy, buyurun detalları sizdən eşidək. Salam, hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil alan və məzun adını qazanan tələbələrimiz ölkəyə qayıtdıqdan sonra diplomlarının, başqa sözlə kvalifikasiyalarının tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edirlər. Təhsildə Keyfiyyət Təminatı Agentliyi öz növbəsində ölkə başçısı tərəfindən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarına əsasən ekspertizanı həyata keçirilir və müvafiq olaraq aylıq əsasda vətəndaşlarımız tərəfindən müraciətlər qiymətləndirilir. Sentyabr ayı üzrə də vətəndaşlarımız tərəfindən ümumilikdə 751 müraciətə münasibətdə 643 nəfərin müraciətinə müsbət qərar verilmişdir və onlara müvafiq şəhadətnamələr təqdim edilmişdir. Təəssüflər olsun ki, 108 nəfərin kvalifikasiyası və yaxud da diplomları tərəfimizdən tanınmamışdır. Mənfi qərarla yekunlaşan müraciətlərin səbəblərinə gəldikdə isə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativ müddətdən az olma, təhsil alma formasını, akreditasiyasız ali təhsil müəssisələrini, eyni zamanda autentik, yəni həqiqi olmayan diplomları göstərə bilərik. Eyni zamanda biz baxsaq ölkələr üzrə müraciət edən ölkələrə nümunə olaraq ən çox qardaş Türkiyə Respublikasını, Rusiya Federasiyasını, Ukrayna, Gürcüstan, Belarus Respublikasını və s. ölkələri göstərə bilərik. Ən çox müraciət olunan ixtisaslara gəldikdə isə ənənəvi olaraq hüquqşünaslıq ixtisasını, təhsilin, biznesin təşkili və idarə edilməsi, tibb və səhiyyə ixtisasını, iqtisadiyyat ixtisasını, maliyyə ixtisasını göstərmək mümkündür. Vətəndaşlarımıza bir daha müraciət edərək bildirmək istəyirik ki, xarici dövlətlərdə təhsil almamışdan öncə onlar ölkə başçısı tərəfindən imzalanmış qaydalarda qeyd olunan bir sıra tələblərə riayət etməlidirlər. Bu tələblərdən ilkin olaraq vətəndaşlarımız Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş təsnifatda öz ixtisaslarının yer alıb-almamasına mütləq qaydada diqqət etməlidirlər. Bundan başqa, ali təhsil müəssisəsinin yerləşdiyi ölkədə yerli səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akreditasiyadan keçməsinə və dövlət lisenziyasının olmasına vətəndaşlarımız mütləq mənada diqqət etməlidirlər. Qeyd edim ki, bununla bağlı vətəndaşlarımız enik-narik.net keçidi vasitəsilə akreditasiyası olmayan universitetləri ilə tanış ola bilərlər. Bundan başqa, biz çox təəssüflər olsun ki, saxta diplomlarla bəzən rastlaşırıq, vətəndaşlarımıza bu mənada da xəbərdarlıq edirik agentlik olaraq və son olaraq açıq öyrətim təhsil alma forması üzrə xüsusilə qardaş Türkiyə Respublikasına münasibətdə bizə müraciətlər olunur. Bir daha vətəndaşlarımıza bildiririk ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi olaraq biz ənənəvi olaraq yalnız əyani və qiyabi təhsil alma formaları üzrə müraciətlərə baxırıq. Təşəkkür edirəm. Çox sağ olun informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bir daha xatırladım ki, sentyabr ayı ərzində 108 nəfərin xaricdə təhsil alıb gələn 108 nəfərin diplomu tanınmayıb və təbii ki, bu da həmin şəxslər üçün müəyyən çətinliklərin yaranması deməkdir və bu baxımdan da diqqətli olmaqda və elə Rövşən Nəzərovun da dediyi qaydalara əməl etməkdə fayda var. Çatdıra biləcəklərimiz bu qədər, söz yenidən sizdədir.